Qax rayonunda 1991-ci il təvəllüdlü vaxtdan ki, içki içdiyi kafenin sahibi Cəfərə xəsarət yetirib. Hadisə ötən ilin noyabrın 25-də rayonun Əmbərçay kəndi ərazisində yerləşən Qoğal kafesinin həyətində baş verir. Vaxtdan ki, həmin gün saat 22:00-da kafenin həyətində əvvəlcədən kafedə içdiyi içkinin, yəni arağın hesabını vermədiyi üçün kafenin sahibi Cəfər ilə mübahisə edib. Aralarında sözlə yaranmış mübahisə zamanı Cəfərin alın nahiyəsinə bir neçə dəfə yumruq ilə vurub, ona qəsdən yerə yıxıb. Bunun nəticəsində Vaxtankiyə xəsarətlər yetirib. Vaxtankinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vaxtanki ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, noyabrın 25-də saat 22:00-da Qoğal adlı kafeyə yeyib içməyə gedib. Həmin kafedə yerləşən masaların birində əyləşərək kafenin işlədən şəxsə 4 şiş kabab, çörək və salat sifariş verdim. Yeməklər gəldikdən sonra özüm ilə gətirdiyim 0,5 litr arağı içdim. Yeyib içdikdən sonra hesabı soruşdum. Kafeni işlədən Cəfər adlı şəxs 28 manat hesab olduğunu bildirdi. Həmin hesabı verən zaman kafeni işlədən şəxsdən 100 qram araq istədim. Ancaq Cəfər mənə 0,5 litr araq gətirdi. Mən 0,5 litr araqdan 100 qram içdim. Cəfərdən gətirdiyi arağı geri qaytarmasını dedim, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra içdiyi 100 qram arağın hesabını Cəfərdən istəyib. Oturduğum masaya gətirdiyi 0,5 litr arağın şüşəsinin dolu vəziyyətdə aparan zaman məndən 100 qram arağın hesabını almadı. Gətirdiyi 0,5 litr arağın hesabını tələb etdi. Yəni məndən 8 manat istədi. Cəfərə gətirdiyi 0,5 litr araqdan sadəcə 100 qram araq içdiyimi və onun istədiyi 8 manat çox olduğunu dedim. Cəfər mübahisə edərək 0,5 litr araq verdiyini, 0,5 litr arağın şüşəsinin istifadə olunduğunu, bunu heç kimə sata bilməyəcəyini dedi. Cəfərə 0,5 litr yox, 100 qram araq istədiyimi dedim. O mənimlə mübahisə edərək arağın 8 manat pulunu tələb etdi. Bundan əsəbləşərək alın nahiyəsinə bir neçə dəfə yumruqla vurdum, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Qax rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirlənən şəxsin barəsində Milli Məclisin Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, onun Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Kürdəmir rayonunda 42 yaşlı kişi qaynanasına xəsarət yetirib, hadisə rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Oqtay qaynanası Əsmərin evinə gəlib, o, qaynanasının evində olan uşaqlarını görmək istəməsini bildirib. Amma qaynana kürəkəninə cobud cavab verməsi səbəbindən aralarında mübahisə baş verib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qadının bədənini müxtəlif nahiyələrinə yumruqla, təpiklə bir neçə dəfə vurub, Oqtayın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Oqtay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, onunla həyat yoldaşı Sevilin arasında bir müddətdir narazılıq var. Sevil mənim sözümü eşitməyib, heç bir səbəb olmadan mənimlə mübahisə edib. Məlum hadisə günü saat 16 radələrində evdə olan zaman mənimlə Sevil arasında yenə sözlə mübahisə baş verdi. Sonra o evdən çıxaraq getdi. Mən isə uşaqlarımın arxasınca məktəbə getdim, lakin uşaqlar məktəbdə olmayıb. Bundan sonra uşaqlarımı görmək üçün qaynatamın evinə getdim. Mən onların evində olan zaman qaynanam, qaynatam və qaynanam çıxdım.
Onlara uşaqlarımı görmək istədiyimi bildirdim. Bu zaman Əsmər Covud cavab verərək üstümə hücum etdi. Əynimdə olan gödəkçəmi cırdı. Mən də özümü müdafiə etmək məqsədi ilə onu əlim ilə itələməyə başladım. Həmin vaxt qaynatam bizi araladı. Mən evimə getdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, 2012-ci ildə sevgili ilə ailə qurub və onunla 2 uşağı olub. Onun sözlərinə görə mübahisə zamanı özünü heç bir bədən xəsarəti almayıb. O ifadəsinin sonunda zərərçəkmişlə barışdığını, barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib. Zərərçəkmiş Əsmərin sözlərinə görə məlum hadisə günü saat 18 radələrində evdə olan zaman qızı Sevil gəlib. Söhbət zamanı onunla əri Oktay arasında yenə mübahisə baş verdiyini, ona görə də evdən qaçaraq bizə gəldiyini dedi. Təxminən 15-20 dəqiqə sonra Oktay gələrək səs-küy saldı. Oktayı sakitləşdirmək istəyən zaman mənə bədən xəsarətləri yetirdi. Bundan sonra küçədən daş parçası ilə onun pəncərəsini sındırdım. Daha sonra həyat yoldaşım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat verdi deyə zərərçəkmiş ifadəsində göstərib. Kürdəmir rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib. Buna əsasən təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Göygöl rayonunda 1981-ci il təvəllüdlü Yaqub ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Yusifə xəsarət yetirib. Hadisə Göygöl rayonunun kəndlərindən birində baş verib. Yaqub yaşadıkları evin həyətində qardaşı Yusiflə mübahisə edib. Bu zəmində yaranan mübahisə zamanı təpik zərbəsi ilə onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaqubun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. Yaqub ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Göygöl rayonunun kəndlərində ailəsi ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş Yusif mənim qardaşımdır. O qan xəstəsidir. Məlum hadisə günü saat 23 radələrində yaşadığım evdə olan zaman Yusif digər qardaşım Vüqarın ünvanına nalayiq ifadələr işlətdi. Yusifin qardaşım Vüqarın ünvanına nalayiq ifadələr işlətməsinin səbəbi onun özünə məxsus iribuynuzlu heyvanı Yusifə satmaması olub. Mən Yusifə öz iradımı bildirərək söyməməsini dedim. O mənim də ünvanıma nalayiq ifadələr işlətdi deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra əsəbləşərək Yusifin sinəsindən itələyərək söyməməsini deyib. Bu zaman Yusif yerə yıxıldı. Mən isə əsəbi olduğum üçün bir dəfə təpik zərbəsi ilə onun sağ böyründən vurdum. Bundan sonra davadalaş sakitləşdi. Mən də küçəyə çıxmışam. Hazırda qardaşım ilə barışmışam. Onun mənə qarşı heç bir şikayəti yoxdur deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Göygöl rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 bəndi tətbiq edilib, onun barəsində olan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.